Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Kovulmuş, taşlanmış, recm olunmuş şeytanın şerrinden Rahman ve Rahim olan Allah'a sığınırıq, güzel insanlar. Əziz Allah'ın xeyrinə, bərəkətinə, mərhəmətinə, bağışlamasına sığınırıq ki, Allah da bizim ağlımıza, iradəmizə, vicdanımıza bərəkət versin, güzel insanlar. Bu videomu mən 28 may Cumhuriyet Günü, Cumhuriyet Bayramı münasibətilə çəkirəm. 28 May Cumhuriyet Günü Azərbaycan xalqının en büyük siyasi bayramıdır. Mədəni bayramlar var, dini bayramlar var, eyni zamanda siyasi bayramlar var. 28 May Cumhuriyet Günü de Azərbaycan xalqının en büyük siyasi bayramıdır. Çünkü Azərbaycan xalqının siyasi iradəsinin göstəricisidir. Bir xalq həm də siyasi iradəsini ortaya koyarak var olur. Deyir ki, mən varam. Tarixim var, edebiyatım var, medeniyetim var, sənətim var, siyasi ideallar ve hedeflerim var. Mən Rusiyanın köləsi olarak yaşamak istəmirəm. Mən azad yaşamak istəyirəm, ədalətli yaşamak istəyirəm. Azərbaycanın haqqı azad, ədalətli yaşamasıdır, müstəqil yaşamasıdır. Və bu mübarizə əziz insanlar, gözəl insanlar. Yəni milli azadlıq hərəkatı Rusiyanın Azərbaycanı Qafqazı işğalından sonra başlayan bir hərəkatın davamıdır. Yəni 19-cu əsrdən başlayaraq. Mədəni mübarizə, ədəbi mübarizə, elmi mübarizə. Sonda da 20-ci əsrin əvvəllərindən başlayaraq siyasi mübarizə ilə bir yerdə ortaya çıxmış böyük bir milli mücadilənin, əzmin, əməyin, sevginin, iradənin göstəricisidir. Və bunu da xatırladıram ki, bizim üçün bir şərəf tarixidir ona görə ki, şərqdə, sadəcə müsəlman şərqində deyil, bütün şərqdə ilk cumhuriyyətdir. Bu cumhuriyeti kuran insanlar cumhuriyeti ne için kurdular? Birinci dediler ki Azerbaycan halkının siyasi iradesi var, o müstakil yaşamak istiyor, azad yaşamak istiyor, istiqlal istiyor, hürriyet istiyor. Hiçbir devletin Rusya'nın kölesi olmak istemiyor. İkinci, bu devleti ona göre kurdular ki, istediler ki Azerbaycan halkı, Azerbaycan insanını bu devletin mayasına, esasına koydular. İnsan için devlet kurdular, halk için devlet kurdular. Bakın adını ne koydular? Azərbaycan Xalq Cumhuriyyəti. Azərbaycan adını siyasi bir anlayışa çevirib dövlətin adına yerləşdirdilər. İki, dedilər ki, bu Xalq Cumhuriyyəti, xalqın cumhuriyyətidir, xalq üçündür. Xalqı xoşbəxt etmək, xalqı qorumaq, elmdə, təhsildə, mədəniyyətdə, ədəbiyyatda, sənətdə, siyasətdə, iqtisadiyyatda, rifahda önə çıxmasını təmin etmək üçün bir qurumdur. Azərbaycan xalqına xidmət etmək üçün qurulub. Üç, adına Cumhuriyet sözü koyulur. Cumhuriyet Ərəbcədir, yani Respublika. Yani xalqın iradəsiyle formalaşan bir dövlət. Xalq üçün dövlət. Öz ideallarını bayrağında ifade ettiler. Bakın, 3 renkli bir bayrak seçtiler. Ne deyir o bayrak bize güzel insanlar? Özet olarak söylesem, deyir ki, ey Azərbaycan xalqı, azad olmaq istəyirsənsə, ədalətli olmaq istəyirsənsə, müstəqil olmaq istəyirsənsə, heç bir dövlətin ilk növbədə Rusiyanın köləsi olmaq istəmirsənsə, milli değerlerine sadık olacaksan, edebiyatını bileceksen, dilini koruyacaksan, senetine sahip çıkacaksan, tarihine sahip çıkacaksan, ne kadar büyük hazine sahibi olduğunu, ne kadar büyük medeniyet sahibi olduğunu göreceksin onda. Yani milli değerlerine sadık ol. Bayrağın bir rengi deyir ki, kırmızı rengi deyir ki, elmə, təhsilə, mədəniyyətə, azadlığa, insan hak ve hürriyetinə sahip çık ey Azərbaycan xalqı. Üçüncü renk ne deyir? Deyir ki, senin büyük bir dinin var, İslam dini. O İslam dinine sahip çık. Merhametin dini, tövhidin dini. Bakın 3 değeri birleştirdiler. Azerbaycan'ın koruma sistemidir, immün sistemidir. Milli değerler, ilmi, medeni değerler ve dini değerler. Üçünü birleştirdiler ki Azerbaycan halkının bir koruma sistemi, siyasi koruma sistemi, medeni koruma sistemini, dünyanın hansı ülkesine əlaqə qursa da öz şəxsiyyətini itirmeden, öz şəxsiyyətini koruyarak dünyanın bir parçası olmak. Aynı zamanda himne de bu esas anlayışı yerleştirdiler güzel insanlar. Ki Azerbaycan'ın müstakilliğini korumak istəyirsinizsə, Azerbaycan'ın müstakilliğine tehlike her zaman var. Azerbaycan'ın müstakilliğini korumak istəyirsinizsə, bunun için bedel ödeyeceksiniz. Bakın, minlərlə can qurban oldu, sinen hərbə meydan oldu, hüququndan keçən əskər, hərə bir qəhrəman oldu. Ne için? Sen olasan Gülistan. Kim? Azerbaycan. Gülistan olsun diye minlərlə can qurban oldu. Azerbaycan'ın Gülistan olması ne demek?
müstakil olması demek, azad olması demek, rifah içinde, medeniyet içinde, adalet içinde, insan hak ve hürriyetine saygılı olan bir devlet olsun diye. Gülistan budur. Gülistan gül bahçesidir. Merhametin olduğu ülke Gülistan'dır. Minlərlə can qurban oldu, sinən hərbə meydan oldu, hüququndan keçən əskər hərə bir qəhrəman oldu ki, sən olasan Gülistan. Yəni Azərbaycan xalqı Azərbaycan Cumhuriyyətinin varisidir, bizə əmanətdir. Biz də onun Gülistan olması üçün bədəl ödəyəcəyik. Himnimiz bizə deyir ki, bədəl ödəməsəniz Cumhuriyyəti qura bilməzsiniz, istiqlaliyyətinizi qoruya bilməzsiniz. Azərbaycanı dünyanın ən gözəl, ən yaxşı, ən fərəhli, ən inkişaf etmiş ölkələrindən birinə çevirə bilməzsiniz deyir. Baxın, adı nə qədər gözəl, Azərbaycan Xalq Cumhuriyyəti, bayrağı nə qədər şanlı, nə qədər missiya yüklü, himni nə qədər missiya yüklü. Ruslar yenidən imperiya iddialarını həyata keçirmək üçün Azərbaycan Xalq Cumhuriyyətini devirsələr də, Azərbaycan xalqının qəlbindən heç zaman Cumhuriyyət ruhu keçmədi, sönmədi yəni. Bu hissəni mən istəyirəm ki, Azərbaycan Xalq Cumhuriyyətinin qurucu lideri, Azərbaycan Xalq Hərəkatının deyək, Azərbaycan Cumhuriyyətini quran hərəkatın lideri olan Məhəmməd Əmin Rəsulzadə, baxın bayrağımızı necə gözəl tanıdı, Cumhuriyyəti nə qədər gözəl tanıdı. Onun Azərbaycan Cumhuriyyəti əsərindən bir kiçik hissə oxumaq istəyirəm. Bununla da söhbətimi sizlə yekunlaşdırmaq istəyirəm, gözəl insanlar. Məhəmməd Əmin Rəsulzadə o kitabında, yəni Azərbaycan Cumhuriyyətində deyir ki, baxın diqqət edin, Azərbaycan bayrağı Azərbaycan hürriyyət və istiqlalının bu müqəddəs timsalı. Məhəmməd Əmin Rəsulzadə buyurur ki, Azərbaycanın o üçrəkli şanlı bayrağı iki şeyin rəmzidir, simvoludur. Birinci, Azərbaycan hürriyyət və istiqlalının müqəddəs simvoludur, timsalıdır. Yəni bayrağı nə qədər gözəl tərif edir. Bayrağımız nəyi təmsil edir? Hürriyyət və istiqlal idealını və Məhəmməd Əmin Rəsulzadə deyir ki, bu müqəddəs bir idealdır. Azərbaycan xalqının hədəfini göstərir. O xalq böyükdür ki, onun hədəfi var. Və Rəsulzadə buyurur ki, bizim bayrağımız bizim xalqın hədəfini göstərir. Hürr olacaqsan və istiqlaliyyətini qoruyacaqsan. Bayraq deyir, onu təmsil edir. Azərbaycan hürriyyət və istiqlalının bu müqəddəs timsalı bugün Bakının, Gəncənin və sair Azərbaycan biladının, yəni şəhərlərinin, yerlərinin, məkanlarının üstündən emmişdir deyir. Ruslar gəldi, Cumhuriyyəti devirdilər. Fəqət nereye emmişdir deyir. Baxın nə söylüyor. Eşki istiqlal, istiqlal eşki ilə yanan və həsrəti hürriyyətlə sızlayan Azərbaycan gəncliyinin ürəyi yarılsa, deyir, Azərbaycan gəncliyinin ürəyi iki şeylə yanır. Eşki istiqlal, istiqlal eşki və hürriyyət həsrəti ilə yanan, sızlayan Azərbaycan gəncliyinin ürəyi yarılsa, bu bayrağın orada mənquş olduğu görürlər. Baxın, mənquş olmaq nəqş olunmaqdır. Sıradan bir yazı deyil. Döymə yazıdır. Yəni heç silinməyən, silinməsi mümkün olmayan biçimdə nəqş olunmuşdur deyir. Harada? Azərbaycan gəncliyinin deyir ürəyində Məhəmməd Əmin Rəsulzadə söyləyir bunu. Və sonra da nə deyir? Xalqın düşüncəsində Azərbaycan məfhumu, Azərbaycan anlayışı coğrafi bir mənadan ziyada daha çox fikir və əməl şəklində təcəssüm ediyor. İstiqlal və bizə deyir ki, istiqlal xaricində onun üçün, kimin üçün? Azərbaycan xalqı üçün bir Azərbaycan yoxdur. Yəni Azərbaycan gəncliyinin və Azərbaycan xalqının idealı budur ki, düşüncəsi budur ki, bu Azərbaycanın istiqlaldan, hürriyyətdən kənar bir Azərbaycan yoxdur. Azərbaycan müstəqil və hürr olmalıdır deyir. Gözəl insanlar. Məhəmməd Əmin Rəsulzadənin dediyi gerçəkləşdi. Yəni bir kərə yüksələn bayraq bir daha enmədi. Azərbaycan yenidən istiqlalını əldə etdi. Rus işğalından qurtardı. Kölə olmayacağım dedi. Və böyük işimizdən biri də budur ki, gözəl insanlar, Azərbaycan əskəri Qarabağı erməni və Rus zülmündən azad elədi. 200 illik köləlik zincirini qırdı, attı. Bu çox tarixi, böyük bir tarixi hadisədir. Çünki Azərbaycan Cumhuriyyətinin, Azərbaycan Respublikasının istiqlalını və hürriyyətini yaşaması, böyüməsi, güclənməsi üçün ermənilərin və rusların qurduğu bu tələdən, bu zəncirdən, bu zülümdən qırılıb qurtarmaq bir şərt idi. Bu gözəl və ən böyük şərqdə ilk qurulmuş Cumhuriyyət günündə, Azərbaycan Xalq Cumhuriyyətinin qurulduğu gündə, yəni 28 mayda öncə bu Cumhuriyyətin qurucu liderlərini, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla bütün liderlərini, kimin bunda əməyi varsa hamısını, şəhid olanların,
adı hiç bilinmeyenlerin, emeğiyle, canıyla, sevgisiyle, ilmiyle, mücadelesiyle bu yolda şehit olmuş, emek vermiş bütün kahramanlarımızı sevgiyle, dua ile yad ederim güzel insanlar. Qarabağı Rus və erməni zülmündən azad etmiş Azərbaycan əsgərini, Azərbaycan şəhidlərini sevgi ilə, dua ilə yad edirəm. Deyirəm ki, qazilərə Allah şəfa versin. Azərbaycan Xalq Cümhuriyyəti adlı 28 mayda qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti adlı bayramınız mübarək olsun. Bu cumhuriyyət bizə xeyir getirsin, bizə barış getirsin, bizə milli birlik getirsin, bizə insan haqq və hürriyyəti getirsin. Azərbaycan dünyanın ən seçilən, sevilən, barmaqla göstərilən bir cumhuriyyəti olsun. Uğrunda minlərlə insanın fəda olduğu o üç rəngli bayraq göylərdən enməsin. Bayramınız mübarək olsun, xeyirli olsun, bərəkətli olsun, milli birlik olsun, barış olsun, sevgi olsun, ədalət olsun, istiqlal və hürriyyət olsun. Azərbaycanın istiqlalı və hürriyyəti əbədi olsun, gözəl insanlar. Məni dinlədiyinizə görə sizə təşəkkür edirəm. Sağ olun, var olun, əziz Allaha əmanət olun, dəyərli insanlar.